Salam, xoş gördük hər birinizi. Bu günləri yumuşaq, içi cemli, görünüşünə və dadına heyran olacağınız cemli bulkalar hazırlayacağım. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi unutmayın. Və videolarımı sonucan izləsəniz mənə qat-qat dəstək olmuş olarsınız. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün xəmir yoğuracağım qabın içərisinə 2 stəkan qaynar süd əlavə edirəm. Südün içərisinə 100 qram çörək yağı, 1 stəkan bitki yağı, 1 stəkan şəkər tozu, 2 ədəd yumurta əlavə edib yaxşı-yaxşı qarışdırıram. Südün içərisində yumurta ilə şəkər tozunu da həll edib qarışdırdıktan sonra 1 çay qaşığı mayanın üzərinə 1 yemək qaşığı ilıq su əlavə edib mayanı həll etdikdən sonra yumurtalı qarışımın içərisinə əlavə edirəm. Daha sonra təkrar qarışdırıram. Ən sonda isə un əlavə edərək xəmirimi yoğuracağam. Unun hamısını birdən əlavə etməyəcəm. Hissə-hissə əlavə edirəm. Ümumilikdə 10 stəkan un əlavə etmiş olacağam. 5 stəkanı əlavə edib xəmiri biraz qarışdırdıkdan sonra 5 stəkanı da daha sonra ələyərək əlavə edib xəmiri əlimlə yoğuracağam. Qeyd edim ki, ərzaqların ölçüsü və miqdarı növünə görə dəyişə bilər. Bunun üçün unu əlavə edərkən hissə-hissə əlavə etmək lazımdır. Yəni bulkalarımızın yaxşı çıxması üçün yaxşı xəmir alınmalıdır. Yəni nə çox yumuşaq, nə də çox sərt bir xəmir olacaq. Yumuşaq, ələ yapışmayan xəmir yoğuracağıq. Xəmirimi yaxşı-yaxşı yoğururam. Gördüyünüz bu qaydada olunmalıdır xəmirimiz. Bu qatılıqda, bu yumuşaqlıqda alınmalıdır. Ələ yapışmayan yumuşaq xəmir yoğurdum. Xəmirimin üzərini stres kolonka ilə bağlayıb 1 saat boyunca mayalandıracağam xəmirimi. Artıq 1 saat keçdi. Xəmirim gördüyünüz kimi yaxşı mayalanıbdır. Üzərindəki stres kolonkanı götürüb xəmirin havasını almağa başlayıram. Daha sonra isə xəmiri rulon halına gətirərək kündələr kəsəcəm. Xəmir çox böyük olduğu üçün mən ortadan 2 hissəyə ayırdıqdan sonra rulon halına gətirirəm. Daha sonra isə kiçik ölçüdə kündələr halında böləcəm. Xəmiri hissələrə böldükdən sonra gördüyünüz bu qaydada kündələr hazırlayıram. Daha sonra isə kündələrin üzərini bağlayıb 5-10 dəqiqə dinləndirdikdən sonra xəmirimi yaymağa başlayacağam. Xəmiri səliqəli şəkildə yaymağa başlayıram. Xəmir səliqəli olduqda bulkalarımız da səliqəli çıxacaqdır. Bunun üçün çalışmaq lazımdır ki, səliqəli şəkildə yayaq. Yəni kənarları əyri alınmasın deyə xəmiri yaxşı yaymaq lazımdır. Xəmir çox böyük ölçüdə yox, bir nəlbəki ölçüsü qədərində yayacağam. Xəmirimi yayıb bitirdim. İndi isə belə bir aparat vasitəsilə xəmirimin üzərinə uzunsov şəkildə yarıya qədər kəsiklər atıram. Gördüyünüz bu qaydada kəsikləri atdıqdan sonra yarı hissəsinə, kəsik olmayan hissəsinə cem əlavə edəcəm. Gördüyünüz bu cemi də özüm hazırlamışam. Yəni evdə hazırlanan cemdir. Tam təbii, qatqısız evdə hazırlanan cemlə hazırlasanız daha yaxşı, daha gözəl, dadlı alınır əminəm. Cemin hazırlanması da YouTube kanalımda var. İstəsəniz keçid edib izləyə bilərsiniz. Cemi əlavə etdikdən sonra xəmiri gördüyünüz bu qaydada yarı hissəsini üzərinə qatlayıram cem əlavə etdiyim hissəyə. Bərkidirəm ki, bişərkən içərisində olan cem dağılmasın. Daha sonra isə bu qaydada bükürəm. Gördüyünüz kimi çox gözəl, çox səliqəli alınır. Çox necə deyim, səliqəli işlədikdə bulkalarımız da çox səliqəli, çox gözəl alınacaqdır. Eyni bu ardıcıllıqla davam edirəm bulkalarımı hazırlamağa.
Gördüyünüz kimi yenidən xəmirimə kəsiklər atıb daha sonra isə cem əlavə edirəm. Cemin üzərinə xəmiri bağlayarkən yaxşı bağlamaq lazımdır ki, cemimiz bişərkən dağılmasın deyə. Bu şəkildə möhkəm-möhkəm kənarını bastırıram. Daha sonra isə bükəcəm. Yəni yaxşı basarsaq, yaxşı bərkidərsək xəmirin kənar hissəsini, içərisində olan cem qətiyyən dağılmır. Hazırladığım bulka xəmirlərini soba listinin içərisinə yağlı kağız sərib, soba listinin içərisinə yerləşdirməyə başlayıram. Soba listinə yerləşdirdiyim xəmirlərin üzərinə 2 yumurta sarısını qarışdıraraq xəmirin üzərinin hər tərəfinə yumurta sarısı çəkirəm. Bulkalarımın hamısının üzərinə yumurta sarısı çəkdikdən sonra 200 dərəcəli öncədən isitdiyim sobada 20 dəqiqə müddətində bişirirəm. Qeyd edim ki, bişmə müddəti və dərəcəsi sobadan sobaya dəyişir. Və budur, artıq bulkalarım bişibdir. Gördüyünüz kimi çox gözəl, çox ləzzətli. Hələ qoxusunu demirəm, inanın ki, adamı məst edir. Yedikcə yemək istəyəcəyiniz cemli bulkalar hazırladım. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm. Və mənə hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün kanalıma abunə olub, videolarımı bəyənmişsinizsə, bəyənmə butonuna toxunaraq like edə bilərsiniz. Və mənə ən böyük dəstəyiniz videolarımı sonucan izləyib qat-qat dəstək ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik sağ olun.